sud med ekspertidir də, yəni həkimidir atam. Bir gün gecə saatlarında, yəni bu işə gəlir, hansısa bir hadisəni nələrsə qeyd eləməlidir dəftərində. Nəsə xoşa gəlməz bir hadisə baş verir. Əlimi atır, yəni mərhumun nəsə olur, o onu qorxudur. Yəni nə detal olubsa onu desəm doğru çıxmaz, bildiniz. Amma belə bir şey olur orada ki, o onu qorxudur. Sanki həkim adamdır, gecələr həmişə o şəraitdə işləyən adam da o hadisədən qorxur. Qorxur və bunu desən danışır da yaxınlarına, dostlarına ki, belə oldu, elə bil qorxdum, elə bil qorxdum. Və bir gün yenə də gecə saatlarında işdən gələndə qabaq güzgüdə sanki ona gəlib ki, qız arxada oturub ona baxır. Və müvazinatı itirmişdi və avtomobil çırpılmışdı ağaclara mı, nəyə mi və deyirlər ki, gəlib onu tapanda maşın yararsız halda idi qabağı filan. Özü isə elə belə sakit oturmuşdu onun içində, heç cəhd də göstərməyib ki, oradan çıxsın. Gecə olubsa bu hadisə, səhərə qədər də elə orada oturub. Belə bir şey danışırdılar. Yəni mən ya anam, biz ki o hadisələrin tam içində olmadığımızdan tam dəqiqliyi ilə bilə bilməzsən də necə oldu hadisə, nə baş verdi, kökündə nə dururdu. Sonradan da yaranacaq elə xəstəliklə. Yəni hamı dedi ki, bundan sonra onda qorxudan, onda o hadisədən sonra sanki dedilər ki, onda o xəstəlik yaranmağa başladı. Çünki təxminən elə yarım ildən sonra müəyyən dəyişikliklər başlamışdı. Unutqanlıqdan hər şey başlamışdı. Məsəl üçün bir şeyə alırmış, özə baxma, həkim rayon yerlərində ələlxüsus həmişə çox hörmətli bir adamdır. Hələ bir xasiyyəti də yaxşıdırsa, və üçün gəlib deyək ki, özünə bir şey alır, siqaret alır, götürüb pulunu vermədən gedə bilərmiş. Düşünürmüş ki, həkim yəqin başı qarışıqdır, belədir. Belə unutqanlıqlar, atrofiya mozqa deyilən bir şey baş verir və tamamilə müəyyən vaxtdan sonra elə bil ki, yaddaşında, şuurunda, yəni belə pozğunluqlar yaranır. Bu hadisə baş verdi.